Bəzən ginekoloqları çətin vəziyyətdə salan hallar olur. Çətin vəziyyətdə salan hallardan biri də uşaqlıq daxili kontrasepsivin uşaqlıq boşluğundan çıxarılması. Bu sadə bir şeydir. Yəni ki, bunun həmin vasitənin ipləri olduğuna görə və ipləri tutaraq sadəcə olaraq uşaqlıq boşluğundan çıxarmaq olur. Çünki o iplər uşaqlıq boyunlu kanalı xarici dərindən kənarda olur. Tutub çıxarmaq da asan olur. Çətinlik o vaxt olur ki, həmin iplər qırılır və nəticədə uşaqlıq daxili vasitəni tutmaq mümkün olmur. Çalışır ki, ginekoloqlar onu müəyyən alətlərinə genişləndirir, onu tutub çıxara bilsinlər. Amma ki, burada bir çətinliklər olur. Ondan başqa qaşımağı da istəyirlər, kürtaj eləməyi də istəyirlər. Amma o alətlərin tutma funksiyası olmadığına görə onu çıxartmaq mümkün olmur, çox əziyyət verir. Amma bunun ən yaxşı sadəcə gisteroskopiyadır. Gisteroskopiyanın daxil olunur, uşaqlıq boşluğu monitorda görsənir sadəcə və orada həmin onun özünün xüsusi alətlərini, sıxacılarını görə götürüb çıxarırlar və heç bu bir dəqiqə də vaxt aparmır və xəstənin də əziyyət vermir.